Əsgərlikdə möhlət alanlarla bağlı bir xəbərimiz olacaq. Belə ki, yoxlamalar artıq başlayıb. Bununla bağlı bir məlumatımız var. Diqqətli olaq. Bugün 29 noyabr tarixli və gündəm xəbərin efirində reporta istinadən bu xəbəri diqqətinizə çatdırırıq. Belə ki, müxtəlif illərdə hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyəti yenidən yoxlanılır. Bunu Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi polkovnik Əziz Hidayev vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı deyib. Polkovnik qeyd edib ki, son bir il ərzində müxtəlif dövrlər üzrə hərbi xidmət çağırışla bağlı müəyyən xəstəliklərlə bağlı möhlət hüququ alan şəxslər arasında təkrar yoxlanışdan sonra səhhətində ciddi problem aşkarlanmayanlar hərbi xidmətə cəlb olunacaqlar. Bu da məhz səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin məhz açıqlaması idi.